Süd emal edən bir zavod gün ərzində ümumi həcmi 540 litr olan 50 bidonluq süd sifarişi almışdır. Zavodun satdığı süd bidonları 10 litrlik və 12 litrlikdir. Bir bidon südün satış qiyməti uyğun olaraq 15,5 manat və 17,5 manatdır. Gün ərzində hər növ bidondan neçə ədəd sifariş edildiyini tapın. Deməli, 10 litrlik bidonların sayını x desək, 10 litrliklər x, 12 litrlikləri y desək, x plus y cəmi 50 olmalıdır. 50 bidonluq süd sifarişi alınmışdır. 10x plus 12y isə 540-a bərabərdir. Çünki ümumi 540 litr olmalıdır. Tənliklər sistemindən 10x plus 10y bərabər 500, 10x plus 12y bərabər 540, buradan 2y bərabərdir 40, y bərabərdir 20, x bərabərdir 30. Deməli, 12 litrliklərin sayı 20-dir, 10 litrliklərin sayı 30-dur. Gün ərzində zavodun neçə manatda satış etdiyini hesablayın. Deməli, 10 litrliklərin biri 15,5 manatdır. Deməli, 30 dənə 15,5, 30 vurulsun 15,5. Üstə gəl, 12 litrliklər 20 sayı 20-dir, qiyməti 17,5-dir. Deməli, 20 vurulsun 17,5 bərabərdir. 3 vurulsun 155, üstə gəl 2 vurulsun 175. Eləyəcək 465, üstə gəl 350. Bu da eləyəcək 815 manat. Sifariş olunan 50 bidondan təsadüf seçilmiş 2 bidonun ikisinin də eyni həcmli bidon olması hadisəsinin ehtimalı tapın. Deməli, mümkün halların sayı, mümkün hallar sayı 50 bidondan hər hansı ikisini seçirik. Kombinezon 50-dən 2-dir. Əlverişli halların sayı kombinezon 30-dan 2 üstə gəlsin, kombinezon 20-dən 2 olar. Yəni, eyni həcmli, yəni ya hər ikisi 12 litrlik, ya 10 litrlik daha doğrusu, və yaxud da 12 litrlik olmalıdır. Deməli, ehtimal bərabərdir. Məxrəcdə kombinezon 50-dən 2, surətdə 30-dan 2, üstə gəl 20-dən 2. Deməli, kombinezon 50-dən 2, 50 vur 49 bölü 2, 30 vur 29 bölü 2, üstə gəl 20 vur 19 bölü 2. İkiləri atsaq, burada 10-a da ixtisar eləsək, surətdə alırıq 87 plus 38, məxrəcdə 5 vurulsun 49, 125, burada 5 vur 49, ixtisar gedəcək, 49-da 25 alırıq.